Hoş gördük. Demək, səhv etmirəmsə 2021-ci ilin qəbul imtahanı sualları olmalıdır. İnşallah bu sualların imzalarını verəcəm. Ümid edirəm ki, hər birimiz üçün faydalı olar. Başlayırıq birinci sualımızdan. Deməli, birinci sual heyvan hüceyrəsinin hansı orqanoidində zülal mənşəli hormonların sintezi gedə bilər? Zülal mənşəli hormondursa, deməli elə zülallardan söhbət gedir. Zülallar sintez olunur ribosomda. Bu da D variantı edəcək. Ribosom. İkinci sualımız istiqanlı heyvanlar üçün hansılar ortaq xüsusiyyət sayıla bilər? Ürəklərində iki növ qanın olması istiqanlı heyvanlar üçün ortaq xüsusiyyətdir. Bəli, cavab elə burada biri götürərik. Diafraqmanın olması bu məməlilərdə var. Plasentanın olması, bu da quşlarda yoxdur. Pəncə lüləsinin olması, bu quşlarda var, məməlilərdə yoxdur. Ürəyin sağ hissəsində venos, sol hissəsində arterial qanın olması, bu hər ikisində var, 5-i götürərik. Daxili mayalamanın olması 6 da var, 6-nı da götürərik. 1, 5, 6 C variantı olacaq sualımızın doğru cavabı. Növbəti sualımız üçüncü sual. Deməli, üçüncü sualda insanın ifrazat sistemi orqanlarından sidiyin axma istiqamətini, düzgün ardıcılığını müəyyən edin. Yəni, burada nə var? Sidik hissəsi, sidik axarı, böyrəklər, sidik çıxarıcı kanal. Deməli, təbii ki, birinci böyrəklər gələcək. 3 ilə başlayarıq. Ondan sonra sidik axarları, sonra sidik hissəsi, sonra sidik çıxarıcı kanal. Yəni, 3, 2, 1 və 4 olacaq. 3, 2, 1, 4 C variantında verilib. Deməli, doğru cavabımız olacaq C variantı. Dördüncü sualımızda cədvəldə çılpaq toxumlar hansı rəqəmlə göstərilmişdir? Baxırıq çoxalmasında suyun vacibliyi. Deməli, toxumlu bitkilərdə suyun olması vacib deyil. Ona görə ya 3-dür, ya 4-dür. Baxarıq, çox hüceyrəli nümayəndəsi hər ikisində var. Yayıldığı mühit, su mühiti 3-də yoxdur, 4-də var. 4-də varsa 4 örtülü toxumlu olar. Yoxdursa çılpaq toxumlu. Çünki çılpaq toxumlar quruda yaşayıblar. Ona görə 3 rəqəmi ilə göstəriləni götürərik. Doğru cavabımız olacaq A variantı. Davam edirik 5-ci sualımızla. İnsan skeletində dirsək və mil sümükləri cəmi neçə ədəddir? 2 dirsək, 2 mil sümüyü var. Bilirik ki, hər bir yuxarı ətrafda hərəsində bir dirsək, bir mil var. Cəmi 2 dirsək, 2 mildirsə 4 ədəd olacaq. Sualımızın doğru cavabı Y variantı. 6-cı sualımızda neyronların ümumi sayı 100 ədəddirsə, cinsiyyət xromosomların sayı, neyronlar somatik hüceyrə olduğuna görə hər birində 2 cinsi xromosom olur. Yəni 100-ü 2-yə vurarıq, edəcək 200. Alsum xromosomların sayı, alsum xromosom somatik hüceyrədə olacaq 44, 44-ü 100-ə vuracaq, edəcək 4400. Və cinsiyyət xromosomlarının sayı əgər 100-dürsə, x-imiz bərabər olacaq 50-yə. Yəni, hərəsində 2 cinsi xromosom olur. Və alçın xromosomların sayı da olacaq 2200, yəni 44-ə vurarıq. Və bizdən nə istəyir? Bizdən B bölünsün Y ifadəsinin qiymətini istəyir. B 4400-dür, Y 2200-dür. 4400-ü 2200-ə böləndə 2 edir. Deməli, sualımızın doğru cavabı A variantıdır. Davam edirik 7-ci sualımızla. Xolesterin lipidlərin bir növüdür. Deməli, biri götürməliyik. Biri götürməriksə, 1 olan cavabların üstündən bir xət. Ateroskleroz xəstəliyinin yaranmasına şərait yaradır. Bəli, damar divarlarında yığılır. 2-ni götürərik. 2-ni götürərik. Sonra yağa bənzər maddədir. Bəli, lipidlərin bir növüdürsə yağa bənzər maddədir. 3-ü də götürərik.
Ürəyin taj damarlarını zədələmir, zədələyir əslində. Damarların divarında yığılır, bəli. Polisaxaridir, xeyr. Yəni 2, 3, 5 olacaq. Sualımızın doğru cavabı olur C variantı. 8-ci sualımız. Mətndə buraxılmış sözlərin acılığını müəyyən edin. İnsanda ürək orta döş xəttindən sol tərəfdə yerləşir. Sol tərəfdirsə 8-i yazarıq birinci boşluğa. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar yerləşir. Biri yazarıq ikinci boşluğa. Mədəciklərlə ürəkdən çıxan damarlar arasında aypara qapaqlar yerləşir. 2-ni yazarıq digər boşluğa. Qulaqcıqların yığılması 0,1 saniyə çəkir. O da edəcək 5 nömrəlini də yazarıq növbəti boşluğa. Qanda yad cisimciklərin tutulub məhv edilməsi fagositoz adlanır. 3-ü də yazarıq sonuncu boşluğa. Deməli, ardıcıllıq 8, 1, 2, 5, 3 olacaq. 8, 1, 2, 5, 3 Y variantında göstərilib. Deməli, sualımızın doğru cavabı olacaq Y variantı. Davam edirik. Növbəti 9-cu sualımızla. 9-cu sualımızda göstərir ki, insanda şərti refleks şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməsə nə baş verər? Bu şərti refleks tədricən zəifləyər və sönər. Yəni, şərti refleksin güclənməsi xeyr, şərti refleksin tormozlanması baş verər. Ona görə 9-cu sualımızda cavabımız D variantıdır. B variantıdır daha doğrusu, şərti refleksin tormozlanması. Ona görə B variantımızı qeyd edirik. 10-cu sualımızda bakteriyalardan söhbət gedir. Avtotrof növləri fototrof və xemotrofa bölünür. Fototrofsa siyanum bakteriyaları 2 gedəcək, xemotrofsa kükürt 1 gedəcək. Parazitdirsə, burada Sibir xorası və quduzluğun hər ikisi parazitdir, amma quduzluq bakteriya deyil, virusdur. Ona görə biz Sibir xorasını götürəcəyik. 4 və saprofit olan 3-lü qıcqırma. 2, 1, 4, 3 olan cavabımız Y variantında verilib. Doğru cavabımız Y variantı olur. 11-ci sualımızla davam edirik. Əgər ata 0, yəni birinci qan qrupuna, ana isə 4-cü qan qrupuna malikdirsə, ana bətnində inkişaf edən qızın göbək ciyəsində axan qan hansı qan qrupuna aid ola bilər? Yəni, burada qızın göbək ciyəsində təbii ki, qıza aid olan qan axacaq. Yəni, əgər biz 0,0-la AB-ni çarpazlaşdırsaq, doğulacaq övladın qan qrupu ya A0 olacaq, ya da B0 olacaq və axan qan hansı qrupa aid ola bilər? Ya 2 olacaq, ya da 3 olacaq. Ona görə D variantı olur 11-ci sualımızın doğru cavabı. Davam edirik 12-ci sualımızla. X işarəsinin yerinə mədəni bitkilərin Vavilova görə mənşə mərkəzləri hansı mənşə mərkəzi yazılmalıdır? Deməli, tütündür, qarğıdalıdır, kakaodur, balqabaqdır. Bunlar Mərkəzi Amerika mərkəzinə aiddir. Doğru cavabımız B variantı. Nöqtələrin yerinə yazılmalıdır fəsilə. Fəsilədən sonra əgər burada tip varsa axırda, deməli tip heyvanlara aiddir. Fəsilədən sonra dəstə gələcək. B variantı sualımızın doğru cavabı. 14-cü sualda noxud bitkisində ola bilməz, öz-özünə tozlanma olur, mürəkkəb yarpaq olur, sadə yarpaq ola bilməz, toxum olur və Y variantı görünmür, amma sadə yarpaq bizim doğru cavabımız olacaq. Yəni 14-cü sualın cavabı D bəndi. Və Y bəndində də gördüyümüz borucuqlardır. Borucuqlar təbii ki, rast gəlinəcək. Davam edirik 15-ci sualla. Bütün bədən səthi vasitəsilə suda hal olmuş oksigenlə tənəffüs edən orqanizmləri göstərin. Dizenteriya amöbü suda yaşamır, ona görə bu olmaz. Volvox suda yaşayır və bədən səthi ilə tənəffüs edir.
Volvoxu götürərik. İnfuzor tərlik suda yaşayır. Onu da götürərik. Malyariya paraziti adından bəlli parazitdir. Suda yaşamır. Adi amöb suda yaşayır. 2, 3 və 5 C variantı sualımızın doğru cevabı. Devam edirik. 16-cı sualımızla. Deməli, 16-cı sualımızda deyir ki, şəkildə göstərilən heyvanın aid olduğu sinfin nümayəndələri üçün hansı ifadələr doğrudur? Şəkildə skat göstərilib, skat balığı. Skat qığırdaqlı balıqlar sinfinə aiddir və doğru fikir deyilsə sümük skeletə malikdir. Bu yanlışdır, çünki qığırdaq skeletdir. Qəlsəmə qapaqları yoxdur. Bu doğrudur, qığırdaqlı balıqlarda yoxdur. Çünki əksər növləri diri bala doğurlar. Bəli, çünki qığırdaqlı balıqlar diri bala doğurlar. Üzmə qovuğuna malikdirlər? Xeyr. 5-7 cüt qəlsəmə yarığına malikdirlər? Bəli. Bədən səthi sümük pulcuqla örtülmüşdür. Adətən bunlarda pulcuq olmur. Ona görə 2, 3, 5 olacaq B variantı sualın doğru cevabı. Devam edirik. 17-ci sualla. Rəngli suya qoyulmuş ağac budağının eninə kəsiyinə baxdıqda onun müəyyən hissəsinin boyandığını görmək mümkündür. Rəngli su budağın hansı hissəsini boyayır və boyaq maddəsi şərti olaraq hansı maddələri əvəz edir? Yəni, söhbət sudan gedirsə, təbii ki, bu ikinci hissə su və mineral maddələr olacaq. Birinci hissədəki su və mineral maddələr harada hərəkət edir? Oduncaqda hərəkət edir və o cəhətdən doğru cavabımız B variantı olacaq. 18-ci sualımızla davam edərik. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, 5 növ azotlu əsas iştirak edir. Yəni, bu o deməkdir ki, həm DNT, həm RNT iştirak edir. Bu, transkripsiyada hər ikisi iştirak edir. Biri transkripsiyaya yazarıq. Prokaryotlarda bilavasitə sitoplazmada baş verir. Hər ikisi sitoplazmada baş verir. İkini yazarıq ortaya. Amin turşular bir-birinə birləşir translyasiyada. 3-ü yazarıq 3-ə. Xloroplastlarda baş verir hər ikisi. 4-ü yazarıq ortaya. Polinukleotit sintezi olunur. Bu transkripsiyada RNT sintezi olunur. Bu polinukleotitdir. 5-i yazarıq transkripsiyaya. 6 ribosomun iştirakı ilə baş verir translyasiya. Deməli, 1, 5, 2, 4, 3, 6 A variantı sualımızın doğru cevabı. 19-cu sualımızda mozalanlar cücülərin hansı dəstəsinə aiddir? Göyünlərdir, mozalanlardır, milçəklərdir, ağcaqanadlardır. Bunlar iki qanadlar dəstəsinə aiddir. Ona görə doğru cavabımız olacaq C variantı. Yirminci sualımızla devam edirik. Cinsiyyət xromosomlarının sxeminə əsasən atanın hansı genində baş verəcək mutasiyalar yalnız oğlan uşaqlarında üzə çıxa bilər? Bu nə deməkdir? Yəni, bu yalnız Y xromosomda olan mutasiyalar olmalıdır. Baxırıq ki, bir geni həm X-də, həm Y-də var. 2 geni yalnız X-də var. 3 geni hər ikisində var. 4 geni yalnız X-də var. 5 geni yalnız Y-də var. Deməli, bu olacaq biri. 6 geni yalnız Y-də var. Bir də 7 geni yalnız Y-də var. Bu, yalnız Y-də olduğuna görə yalnız oğlan uşağına keçə bilər və doğru cavabımız olacaq C variantı. Aşağıda yetkin heyvanlardan hansının skeleti canlı toxumadan yox, üzvü maddədən ibarətdir. Bu da xarici skeleti olanlar nəzərdə tutulur. Çünki daxili skeleti olanlarda adətən sümük və ya qığırdaq olur ki, onlar da canlı hüceyrələrdən ibarət olur. Xarici skeleti olan burada may böcəyidir və doğru cavabımız 21-ci sualda D variantı olur. 22-ci sualımız. Qadın cinsiyyət sistemi orqanlarının hansıları cüt deyil? Yumurtalıq bilirik ki, cütdür. Ona görə bunu götürməliyik. Uşaqlıq cüt deyil, təkdir. Bunu götürərik. Uşaqlıq borusu cütdür. Uşaqlıq yolu təkdir.
Ona görə burada 2 və 4 olacaq. D variantı sualın doğru cavabı. 23-cü sualımız Eyler-Venn diaqramı ilə bağlıdır. Göstərilir. X üçün düzgün olan ifadələri müəyyən edin. Yəni, həm xlorella, həm də xlamidomunadaya aid olan ifadələri seçməliyik. Qırmızı gözlüyə malikdir. Qırmızı gözlük yalnız xlamidomunadada var. Ona görə biri götürməliyik. Bir hüceyrəlidir hər ikisi. Bunu götürərik. Yığılıb açılan vakuolu var. Bu hər ikisində deyil. Avtotrof qidalanır hər ikisi. Əlverişli şəraitdə cinsi yolla çoxalır. Bu ancaq xlamidomunadaya aiddir. Qamçıların köməyi ilə hərəkət edir. Bu da xlamidomunadaya aiddir. Yəni, doğru cavabımız 2 və 4 olacaq. 24-cü sualımız qaraciğer sorusunun hansı inkişaf mərhələləri parazitlik etdikləri orqanizmlərin bədənində əmələ gəlir? Yumurta mərhələsi əsas sahibin bədənində əmələ gəlir. Bu düzdür. Kirpikli sürfə suda əmələ gəlir. Bunu götürməliyik. Quyruqlu sürfə ilbizin bədənində yaranır. Bu düzdür. Sista yenə suda əmələ gəlir. Finna qaraciğer sorusunda finna yox idi. Elə bilirəm. Yetkin fərd əmələ gəlir əsas sahibin bədənində. Yəni 1, 3, 6 olacaq sualın doğru cavabı. Davam edirik 25-ci sualla. Üçrəng bənövşənin toxumunun hansı hissələrinin hüceyrələrində ana fərdin irsi əlamətləri üstünlük təşkil edir? Yəni, burada endosperm mərkəzi hüceyrə ilə zigotun sperminin birləşməsindən ibarətdir. Mərkəzi hüceyrədə ana fərdin əlamətləri üstündür. 2N olduğuna görə endospermi götürərik. Ləpədə bərabərdir. Bunu götürmərik. Toxum qabığı yalnız ana fərdin xüsusiyyətini daşıyır. Bunu götürərik. Kökçük də ləpədə olduğu kimi bərabərdir. Kökçük götürmərik. 1, 3 olacaq 25-ci sualın doğru cavabı. 26. Əgər biçmiş kələmdə 160 mg B qrupu vitamini qalıbsa, biçməmişdən əvvəl neçə milliqram olmuşdur? Bilirik ki, bitki mənşəli qidalarda 20% azalır. 20% azalırsa 80% qalacaq. 100-dən 20-ni çıxırıq. Bərabərdir 80%. Yəni, əgər bizim 80%imiz 160 qramdırsa, 100%imiz x-dir. X-imiz də bərabərdir 200 milliqram. Neçə milliqram olmuşdur? 200 milliqram. Doğru cavabımız 200 olur. Və davam edirik 27-ci sualla. Uyğunluğu müəyyən edin. Əlamətin orta həddini saxlayırsa, bu stabilləşdirici seçmədir. Deməli, A-nı yazarıq 2-yə. Orqanizmin dəyişən mühit şəraitinə uyğunlaşmasını təmin edir. Dəyişən mühit şəraitinə uyğunlaşmasını təmin edirsə, bu hərəkət verici seçmə olar. B bəndi. Əlamətlərin orta həddən kənara çıxan fərdləri saxlayır. Bu, əslində bunu bəlkə qismən hərəkət vericiyə də aid edə bilərik, amma parçalayıcı disruptiv seçmədə yəni daha çox hər iki istiqamətdə orta həddən kənara çıxan bir neçə forma olduğuna görə, yəni bunu biz stabilləşdirici yox, deməli, stabilləşdirici deyirəm, hərəkət verici yox, disruptiv seçməyə götürməliyik. Çox şəkilliliyin yaranmasına kömək edir, yəni bu da disruptiv seçməyə aiddir. Relikt canlıların uzun müddət dəyişməməsini təmin edir, bu stabilləşdirici seçməyə aiddir. Yəni, Y bəndini yazarıq 2-yə. 1-ə B, 2-yə A, Y. C-də isə heç birinə aid olmayacaq. Keçirik situasiyaya. Aha. Nikah öncəsi gənc qız və oğlan tibbi müayinədən keçirlər. Müayinənin nəticəsində məlum oldu ki, qız daltonizm geninin daşıyıcısı, oğlan isə sağlamdır.
Deməli, qızın genotipi olacaq X böyük D, X kiçik D. Oğlan isə olacaq X böyük D, Y. Bu xəstəlik hansı xromosomlar vasitəsilə ötürülür? X cinsi xromosomları vasitəsilə ötürülür. Əgər burada X qeyd olunmasa, sadəcə cinsi xromosomlar qeyd olunsa, bu zaman bal yarı-yarıya endirilir, yəni 2-də 1 verilir. Daltonizm xəstəliyinin onların övladlarında üzə çıxa bilməsi ilə əlaqədar həkim bu cütlüyə hansı məlumatı bildirməli idi? Həkim onlara bildirməli idi ki, onların övladlarından, məsələn, belə deyək, X böyük D, X böyük D, X böyük D, Y, X böyük D, X kiçik D, X kiçik D, Y. Yəni, bildirə bilər ki, sizin övladlarınızın 50%-nin sağlam, 25%-nin daşıyıcı, 25%-nin xəstə olmaq ehtimalı var. Yəni, bu məlumatı onlara verməli idi. Bu gənclərin nigahından doğulacaq övladların fenotipcə sağlam olanların fenotipcə sağlam olanlar 4-də 3-dür, 75%. Daltonik olanlara ən çox ehtimal olunan nisbəti 3-ün 1-ə nisbəti olacaq. Cavabınızı Penni cədvəli qurmaqla əsaslandırın. Da cədvəl qurmadım, hər halda çətin bir şey deyil. Yuxarıda qeyd eləmişəm əmələ gələn genotipləri. 3-ü fenotipcə sağlamdır, 1-i sadəcə xəstədir. Bu qədər. Ümid edirəm ki, hər bir sualın izahını lazım qədər verə bildik.